Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb. 1000 məntəqədə web kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə də izləmək mümkün olacaq. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MDB-nin baş katibi Sergey Lebedevlə görüşdə deyib. Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, ölkəmizdəki seçkiləri müşahidə etmək üçün 790 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Qonaqların diqqətinə o da çatdırılıb ki, ilk dəfə olaraq seçkilər Azərbaycanda bütün ölkə ərazisini əhatə edəcək. MDB-nin baş katibi Sergey Lebedev MDB müşahidə missiyasının Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcəklərini bildirib. На протяжении прошедших недель 8 наблюдателей. Ötən həftələr ərzində missiya qərargahının rəhbərliyi ilə 8 müşahidəçi Azərbaycanın regionlarına səfər edib. Dairə seçki komissiyalarının fəaliyyəti seçki məntəqələrinin yaradılması ilə tanış olublar. Bizim ümumi məqsədimiz var. Seçkilər elə təşkil olunsun ki, seçicilər, yəni Azərbaycan vətəndaşları öz iradələrini sərbəst ifadə etmək hüququna malik olsunlar. Seçki qabağı hazırlıq prosesi o təəssüratı yaradır ki, təşkilatçılıq yüksək səviyyədədir. Hər şey planlı şəkildə, ən əsası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada aparılır. Biz müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkar insanlardır və öz işlərini yaxşı bilirlər.